Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Trigonometrik funksiyaların mövzu izahı ilə başlayırıq. Bir giriş hissə verək trigonometrik funksiyalara. Öncə trigonometrik funksiyalar haqqında danışanda nəyə toxunmaq lazımdır? Radian və dərəcə anlayışlarına. Radian və dərəcə anlayışlarına. Deməli, radian ümumiyyətlə nə deməkdir? Biz bir çevrə çəkirik. Bu çevrədə mərkəzini qoyuram, radiusunu çəkirəm, 2 dənə radius. Əgər bu iki radius arasında qalan qövs, baxın, bu qövsü L ilə işarə edirəm. Bu qövsün uzunluğu R radiusun uzunluğuna bərabər olarsa, qövsün uzunluğu radiusun uzunluğuna bərabər olarsa, hətta burada qeyd edeyim, L bərabərdir R olarsa, bu zaman biz alfa bucağını 1 radian olaraq qəbul edəcəyik. Alfa bucağını 1 radian olaraq qəbul edirik. Və 1 radian təqribən 57 dərəcəyə bərabərdir. Radianla dərəcə arasında belə bir əlaqə var. Radian bölünsün pi bərabərdir dərəcə bölünsün 180 dərəcə. Yəni uşaqlar, mən radiandan dərəcəyə keçərkən, məsəl üçün deyirəm, tutalım pi böl 6 radian. Pi böl 6 radianın neçə dərəcə olduğunu tapmaq istəyirəm. Bunun üçün nə edirəm? Pi böl 6-nı vururam 180 dərəcə bölünsün piyə. Pilər ixtisar gedir və 180-i bölürəm 6-ya, olur 30 dərəcə. Radiandan dərəcəyə keçməyin ən yaxşı qaydası pi-ni 180 dərəcə olaraq qəbul edirik. 1 pi-ni 180 dərəcə olaraq qəbul edirik və daha sonra ümumiyyətlə, məsələn, pi böl 3 mü deyir bizə? 180-i bölürük 3-ə, olur 60 dərəcə. Pi böl 2 mi deyir bizə? Pi böl 2, 180-i bölürük 2-yə 90 dərəcə və s. bu şəkildə keçidlər etməyimiz lazımdır. Və bəzi radian ölçülərini əzbər yadda saxlamalıyıq, çünki çox tez-tez istifadə olunur. Məsələn, pi böl 6-nın 30 dərəcə olduğunu, pi böl 3-ün 60, pi böl 2-nin 90 dərəcə olduğunu, pi böl 4-ün 45 dərəcə olduğunu, pi-nin özünün 180 dərəcə olduğunu, 2 pi-nin isə 360 dərəcə olduğunu əzbər yadımıza saxlamalıyıq. Daha sonra uşaqlar, çevrə üzərində bucaqların müəyyən edilməsinə baxaq. Vahid çevrə çəkirəm. Vahid çevrə o deməkdir ki, yəni radiusu 1-ə bərabər olan, radiusu vahidə bərabər olan bir çevrə nəzərdə tutulur. Vahid çevrə üzərində çevrəmizin mərkəzi, biz bu hissəni koordinat sistemi olaraq qəbul etsək, bura düşür 1-ci rüb, bura düşür 2-ci rüb, 3-cü rüb və 4-cü rüb olaraq qeyd olunur. Uşaqlar, 1-ci rüb 0 dərəcə ilə 90 dərəcənin arasında dəyişir. 0 ilə 90-ın arası 1-ci rübdür. 90 dərəcə ilə buranı 180 dərəcə olaraq qeyd eləyək. 180 dərəcənin arası 2-ci rübdür. 180 dərəcə ilə buranı da 270 dərəcə olaraq götürsək, 180 ilə 270-in arası 3-cü rübdür. 270 ilə də bura həm 0 dərəcə, həm də 360 dərəcə olaraq dəyərləndirsək, 360 dərəcəyə bərabərdir. Və rüblər üzərində müsbət bucaqlar saat əqrəbi hərəkətinin əksinə gedir. Saat əqrəbi hərəkətinin əksinə. Əgər biz saat əqrəbi istiqamətində hərəkət eləsək, yəni bu istiqamətdə hərəkət eləsək, o zaman mənfi bucaqlar taparıq. Yəni üzü bu tərəfə gedəndə bu mənfi 90 dərəcəyə bərabər olacaq. Bu birisi mənfi 180 dərəcəyə bərabər olacaq. Daha sonra yuxarıdakı 90 dərəcənin yerində mənfi 270 dərəcə olacaq və gəldik burada mənfi 360 dərəcə olacaq. Saat əqrəbi hərəkəti istiqamətində hərəkət edərsək əgər. Bu da rüblər üzərində bucaqların göstərilməsidir. Məsələn, buna aid bir nümunə göstərirəm. Tutalım bizə dərəcə verir, deyir 800 dərəcə. Deyir 800 dərəcə hansı rübün bucağıdır, hansı rübə aiddir. Uşaqlar, 800 dərəcənin hansı rübə aid olduğunu müəyyən etmək üçün 800-ü mən bölürəm 360 dərəcəyə. Çünki 360 dərəcə tam bir dövr deməkdir. Yəni, dərəcə burada başladı, gəldi yenə də burada dayandığı, başladığı yerdə gəldi dayandı. Ona görə 360 dərəcənin dövrlərini tulluyuruq. 360 dərəcəyə böldüm. 2 elədi, 2 dəfə 360, 720, qalığımız isə 80 dərəcə qaldı. Deməli, bu
bir dəfə 360 dövr eləyib, ikinci dəfə 360 dövr eləyib, gəlib yenə başladığı yerə dayanıb, ondan sonra 180 dərəcədə gedib. 80 dərəcədə 0 ilə 90 arası demişdik, axı birinci rübə aiddir. Ona görə 80 dərəcəli bucaq düşəcək birinci rübə. Yəni 800 dərəcəli bucaq gəlir düşür birinci rübə. Yəni 80 dərəcənin düşdüyü rüblə eyni şəkildə hesablanır. Bu da oldu belə. Deməli, trigonometrik funksiyaların tərifləri. Trigonometrik funksiyaların təriflərini də yenə biz vahid çevrə üzərində dəyərləndirək. Vahid çevrəmizi çəkirik. Yəni, radiusu 1-ə bərabər olan çevrəmizi çəkirik. Biraz əyri oldu bu. Aha, bu çevrəmizin mərkəzi olur. Deməli, uşaqlar, vahid çevrəni çəkdikdən sonra radiusu 1-ə bərabər olan, radiusumuz zaten 1-dir. Burada bir dənə üçbucaq əmələ gətiririk. Buradan bura qədər olan məsafə x-dır. Buradan bura qədər olan məsafə isə y-dir. Çünki bu hissə y-ə uyğun gəlir, y oxuna paraleldir. Bu hissə isə x oxunun üzərindədir. Burada da 90 dərəcəmizi götürürük. Radiusumuz da 1-dir. R də 1-ə bərabərdir. Deməli, bu ox bizim x oxumuzdur, bu ox bizim y oxumuzdur. Daha sonra indi vahid çevrə üzərində trigonometrik funksiyaların hər birini bir-bir adlandıraq. Sinus alfa. Sinus alfa nəyə bərabərdir uşaqlar? Sinus alfa düzbucaqlı üçbucağı öyrənəndə biz demişdik ki, sinus alfa qarşıdakı katetin hipotenuza nisbətidir. Qarşıdakı katet bölünsün hipotenuza nisbətidir. İndi baxın, alfa bucağını biz bu bucaq olaraq götürsək, alfanın qarşısındakı katet olur y. Hipotenuzumuz isə r-dir. Y bölünsün r. Deməli, y-i r-ə bölürəm. R də mənim radiusumda 1-də axı. Ona görə bu bərabər olur y-ə. Yəni, sinus alfa y-ə bərabər oldu. Daha sonra ikinci halda kosinus alfanı tapırıq. Kosinus alfa nəyə bərabərdir? Bitişik katetin hipotenuza olan nisbəti. Bitişik katetimizdə, alfaya bitişik katetimizdə x-dır. X-in hipotenuzumuzda r idi. R-ə olan nisbəti. R də 1-dir, vahid çevrədən söhbət gedir. X-i 1-ə bölürəm, olur x. Deməli, kosinus alfa da x-a bərabər oldu. Daha sonra üçüncü tangens alfa. Tangens alfa nəyə bərabər idi? Tangens alfa qarşıdakı katetin bitişik katete olan nisbəti idi. Alfanın qarşısındakı katet y, bitişik katetimiz isə olur x. Sonra dördüncü trigonometrik funksiyamız kotangens alfa. Kotangens alfa da tangens alfanın tam tərsi. Bitişik katetin qarşıdakı katete olan nisbəti. Alfanın bitişik kateti x-dır. Qarşısındakı kateti isə y-dir. X-in y-ə olan nisbətinə bərabərdir. Bunlar oldu trigonometrik funksiyaların mənaları. Ona görə sinus həmişə y-lə təyin olunur, kosinus x-la təyin olunur. Biz deyirik bunu qeyd edəcək. Trigonometrik funksiyaların qiymətlər cədvəlidir. Uşaqlar əzbərləməli olduğumuz bir qaydadır. Bəzi bucaqları əzbərləyirik, digər bucaqları heç əzbərləməyə ehtiyac yoxdur. Əzbərləyəcəyimiz bucaqlar hansı bucaqlardır? Pi böl 6 və yaxud 30 dərəcə, pi böl 6 30 dərəcədir. Daha sonra pi böl 4, pi böl 4 45 dərəcəyə bərabərdir. Daha sonra pi böl 3, pi böl 3 də 60 dərəcəyə bərabərdir. Biz bunları əzbərləyəcəyik. Digərlərinin isə qaydası necədir onu göstərəcəm. Deməli, burada mən cədvəl şəklində qeyd edeyim bunu. Birinci sinus alfa, kosinus alfa, tangens alfa və kotangens alfa. Sinus, kosinus, tangens və kotangens. Deməli, uşaqlar, sinus 30 dərəcədə aldığı qiymət. Sinus 30 dərəcədə alır 2-də 1. Eyni qaydada sinusun 30 dərəcədə aldığı qiyməti kosinus 60 dərəcədə alır 2-də 1. Sinus 45 dərəcədə alır 2-də kök altında 2. Kosinus da 45 dərəcədə eyni qiymət alır 2-də kök altında 2. Kosinus 30 dərəcədə alır 2-də kök altında 3. Amma kosinusun 30 dərəcədə aldığı qiyməti sinus 60 dərəcədə alır
2-də kök altında 3. Tangens 30 dərəcədə alır 3-də kök altında 3. Tangensin 30 dərəcədə aldığı qiyməti kotangens 60 dərəcədə alır 3-də kök altında 3. Hər ikisi 45 dərəcədə eyni qiyməti alır 1, 1. Çünki tangens sinusun kosinusa olan nisbətidir. Bunlar eyni olduğuna görə nisbətlər 1 eləyir. Kotangens də eyni şəkildə kosinusun sinusa olan nisbətidir. Bunları bir-birinə böləndə yenə də 1. Kotangensin 30 dərəcədə aldığı qiymətlə tangensin 60 dərəcədə aldığı qiymətlər eynidir. Kök 3, kök 3. Bunlar bizim əzbərləməli olduğumuz qaydalarda əzbərləməli olduğumuz bucaq dərəcə ölçüləridir. Amma digər dərəcələri biz vahid çevrə üzərində müəyyənləşdirə bilirik. Necə? Necəsinə gəlin baxaq. Vahid çevrəmi çəkirəm. Çevrəmi çəkdim. Koordinat sisteminin içərisinə yerləşdirirəm. Baxın uşaqlar, bu ox bizim x oxumuzdur. Bu yuxarıdakı ox isə bizim y oxumuzdur. X oxumuz kosinus oxu da adlanır. Bu isə sinus. Yəni kosinus x-la təyin olunur, sinus isə y-lə təyin olunur. İndi baxın, dərəcə ölçülərində biz bura nə demişdik? 0 dərəcə, bura 90 dərəcə demişdik, bura 180 dərəcə demişdik, bura 270 dərəcə demişdik. Düzdürmü? Daha sonra, əgər biz vahid çevrə çəkmişiksə bura, dedik ki, vahid çevrəmizin radiusu nə qədərdir? 1-dir. O zaman, buradan bura qədər olan məsafə 1-dir. O zaman, bu nöqtənin koordinatı olur 1. Bu nöqtənin koordinatı da olur 1, y-in üzərindəki 1. Bu x-in üzərindəki 1-dir, bu y-in üzərindəki 1-dir. Hətta belə koordinatı bu şəkildə yox, tam koordinat şəklində qeyd eləyək ki, bunun koordinatı olur 1, 0, yəni x oxunun üzərindəki nöqtənin koordinatı 1, 0. Y oxunun üzərindəki nöqtənin koordinatı isə olur 0, 1. 180 dərəcə olanda artıq mənfi hissəyə keçib axı. X-in mənfi hissəsi yenə 1 olaraq qalır, amma bu dəfə mənfi 1, 0. Burada da yenə y-in mənfisi olaraq qalır, amma bu dəfə də olur 0, mənfi 1. Uşaqlar, biz demişdik ki, kosinus x-la təyin olunur, sinus isə y-lə təyin olunur. Deməli, bu başlanğıc nöqtələrdə 0-da, 90-da, 180-də, 270-də və nəhayət eyni qaydada həm də 360 dərəcədə trigonometrik funksiyaların qiymətlərini müəyyənləşdirmək çox sadədir. Birinci gələn nə idi? X. X nə ilə təyin olunurdu? Kosinusla. Deməli, kosinusumuz 0 dərəcədə və 360 dərəcədə 1 alır. İkinci gələn nə idi? Y. Y-lə nə təyin olunurdu? Sinus. Deməli, sinusumuz 0 dərəcədə və 360 dərəcədə 0 alır. 90 dərəcəyə gəldik. 90 dərəcə y oxunun üzərindədir. Birinci gələn nə idi? X-imiz. X nə ilə təyin olunurdu? Kosinusla. İkinci gələn y nə ilə təyin olunurdu? Sinusla. Deməli, nə edirik? 0 nəyin qiymətidir? Kosinusun neçə dərəcədə? 90 dərəcədə. 1 nəyin qiymətidir? Sinusun neçə dərəcədə? 90 dərəcədə. 180 dərəcə. Birinci gələn kosinus, yəni x, ikinci gələn sinus, yəni y. Deməli, kosinus 180 dərəcədə mənfi 1 alır, sinus 180 dərəcədə alır 0. Y oxunun üzərində x-imiz 0-dır, y-imiz isə mənfi 1-dir. X-imiz yenə kosinus, y-imiz isə sinus. Deməli, kosinus 270 dərəcədə 0 alır, sinus 270 dərəcədə mənfi 1 alır. 360 dərəcədə eyni şəkildə. Yəni, uşaqlar, buradan belə bir nəticə çıxardırıq ki, x oxunun üzərindəki nöqtələr, yəni 0, 360 və 180 dərəcə, əslində 180 dərəcədən bir dəyişir. 0 dərəcə, 180 dərəcə, təzədən 360 dərəcə, 360-ın üstünə 180 də gəlsək 540 dərəcə və s. 180-in misillərində hamısı x oxunun üzərində düşdüyünə görə burada sinus həmişə 0 alır. Y oxunun üzərində isə kosinusumuz həmişə 0 alır. Çünki y oxunun üzərindəki nöqtələrin hər birində kosinus, daha doğrusu x-imiz 0-a bərabərdir. O zaman kosinusumuz da 0-a bərabər olacaq. Baxın bu şəkildə təyin olunur. Yəni, buradakı bucaqları əzbərləməyə ehtiyac yoxdur. Əsas odur ki, dərəcəni çevrə üzərində, yəni koordinat sistemi üzərində müəyyənləşdirə bilək. Trigonometrik funksiyaların xassələri haqqında danışaq.
Birinci danışırıq y bərabərdir sinus x funksiyası və bu funksiyanın xassələrindən. Öncəliklə qeyd eləyək ki, sinus alfa nə idi? Y-in r-ə olan nisbəti idi. Y-in r-ə. Yəni y ilə təyin olunur. Y-in işarəsi necədirsə, hansı rübdə necədirsə sinusun da işarəsi eyni şəkildə olacaq. Y-imiz birinci və ikinci rübdə müsbət olduğuna görə sinus da müsbət olur. Birinci, ikinci rübdə müsbət olur. Üçüncü və dördüncü rübdə mənfi olduğuna görə, üçüncü və dördüncü rübdə də bizim sinusumuzda mənfi qeyd edəcəyik. Uşaqlar, sinus x ən önəmli detallardan biri df. Yəni, funksiyanın təyin oblastı. Sinus x funksiyasının təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında dəyişəcək. Amma qiymətlər çoxluğu, bunu gələcəkdə çox istifadə edəcəyik testlərdə. Qiymətlər çoxluğu isə mənfi 1 və 1 aralığında dəyişir. YF, yəni qiymətlər çoxluğu mənfi 1, 1. Yəni, sinus x funksiyasının aldığı ən minimum qiymət mənfi 1, ən böyük qiymət isə 1-dir. Bunu yadımızdan çıxartmırıq, çox vacib qaydalardan biridir. Sinus x funksiyası uşaqlar tək funksiyadır. Tək funksiya. Tək funksiya bunun olduğunu göstərir ki, biz tək funksiyanın qaydasında demişdik ki, mənfidə mənfi alır, müsbətdə müsbət. Yəni, sinus mənfi alfadırsa, bu mənfini qabağa çıxardırıq, mənfi sinus alfanı dəyərləndiririk. Sinus funksiyası koordinat başlanğıcına nəzərən, koordinat başlanğıcına nəzərən simmetrik hesab olunacaq. Simmetrikdir. Bu belə. Daha sonra, yəni sinus x funksiyası haqqında bunları bilsək, yəni xassə olaraq bunları bilsək kifayətdir. Qeyd edirik, növbəti funksiyamız y bərabərdir kosinus x funksiyası. Y bərabərdir kosinus x funksiyası dedik ki, öncəliklə kosinus alfamız x-in r-ə olan nisbəti idi. Yəni x ilə təyin olunur. X-in işarəsi hansı rübdə necədirsə, kosinus da onunla müəyyən olunacaq. Birinci və dördüncü rübdə bizim x-imiz müsbət olduğuna görə kosinusumuz da müsbət. İkinci və üçüncü rüblərdə isə kosinusumuz, yəni x-imiz mənfi olduğuna görə kosinusumuz da mənfi olacaq. Təyin oblast və qiymətlər çoxluğuna baxarsaq, kosinus x funksiyasının təyin oblastı da sinus kimi mənfi sonsuzluq, müsbət sonsuzluq aralığıdır. Qiymətlər çoxluğu isə mənfi 1-dən müsbət 1-ə qədərdir. Yəni, kosinus x funksiyasının ala bildiyi ən minimum qiymət mənfi 1, ən böyük qiymət isə 1-dir. Bundan yuxarı və aşağı qiymət ala bilməz. Uşaqlar, trigonometrik funksiyalar içərisindən kosinus x yeganə funksiyadır ki, cüt funksiyadır. Cüt funksiya. Yəni, cüt funksiya onu göstərir ki, kosinus mənfi alfa bərabərdir mənfini qabağa vermir. Bu, sinusdan fərqli olaraq mənfini udur, mənfi getdi. Kosinus alfaya bərabərdir. Yəni, kosinus mənfi alfadırsa, elə kosinus alfanın qiyməti nədirsə, ondan müəyyənləşir. Deməli, uşaqlar, cüt funksiya olduğuna görə biz deyirik ki, kosinus x funksiyasının qrafiki o y oxuna nəzərən simmetrikdir. Oxuna nəzərən simmetrik. Bu belə. Daha sonra hər iki funksiya dövrüdür. Yəni, sinus x funksiyası da, kosinus x funksiyası da dövrüdür. Dövrlük barədə bütün funksiyaların xassələri haqqında danışaq, ondan sonra qeyd eləyərəm. Amma artma və azalma haqqında da danışırıq. Deməli, onu da qoy digər xassələr haqqında danışaq, onun haqqında danışarıq. Deməli, üçüncü gələk tangens x funksiyasına. Y bərabərdir tangens x funksiyası. Uşaqlar, tangens x funksiyası, tangens alfa bərabərdir y-in x-a olan nisbəti. Bura alfa qeyd edilir. Y-in x-a olan nisbətidir. Y-in x-a olan nisbəti bu o deməkdir ki, yəni y-imiz müsbət, x-imiz da müsbətdirsə, tangensimiz müsbət olacaq. Y-imiz və x-imiz hər ikisi mənfidirsə, tangensimiz yenə müsbət olacaq. Yəni, eyni işarəlidirsə müsbət, əks işarəlidirsə mənfi olacaq. Buna görə tangens, uşaqlar, birinci və üçüncü rüblərdə həmişə müsbət olur. Niyə? Çünki birinci rübdə y də müsbətdir, x da müsbətdir. Müsbəti müsbətə böləndə də, mənfini mənfiyə böləndə də müsbət eləyir. Daha sonra ikinci və dördüncü rübdə isə tangensimiz mənfi olacaq.
Tangens x funksiyasının təyin oblastı, yəni df bərabərdir mənfi pi böl 2 plus pk şəklində göstərilir. Bir də pi böl 2 plus pk şəklində göstərilir. Burada k daxildir, z qeyd eləyəcəyik. Yəni mənfi pi böl 2 mənfi 90 dərəcənin üzərinə pi-nin misillərini əlavə eləyəndə və müsbət 90 dərəcənin üzərinə pi-nin misillərini əlavə eləyəndə bu aralıqda qiymətlər alır. YF yəni qiymətlər oblastı isə mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədərdir. Digərlərindən fərqli olaraq digərlərində təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər idi. Tangens x funksiyasında qiymətlər oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədərdir. Tangens x funksiyası tək funksiyadır. Tək funksiyadır. Uşaqlar, qeyd elədiyim kimi trigonometrik funksiyalardan cüt olan sadəcə kosinusdur. Digər 3 funksiyanın 3-ü də tək funksiyadır. Yəni tək funksiya olduğuna görə də tangens mənfi alfa mənfi tangens alfaya bərabərdir. Yəni mənfini qabağa ötürür. Dedik ki, dövrülük, artanlıq, azalanlıq haqqında ümumi qeyd eləyəcəm. 4-cü funksiyamız gəlir. Kotangens y bərabərdir kotangens x funksiyası. Kotangens x funksiyası x-in y-ə olan nisbəti idi. Burada da yenə qeyd elədiyim kimi, yəni tangensin işarələrini necə göstərmişiksə, kotangens də eyni şəkildə olacaq. Yəni birinci və 3-cü rüblərdə kotangens müsbət, 2-ci və 4-cü rüblərdə isə kotangens mənfi olacaq. Kotangensin təyin oblastı df bərabərdir pi k-dan pi plus pk-ya qədər dəyişir. Yəni 0 dərəcə 180 dərəcə aralığında dəyişir. Qiymətlər oblastı YF isə mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədərdir. Gəlin uşaqlar, funksiyaların dövrlüyü haqqında danışaq. Ümumiyyətlə, funksiyaların dövrü deyəndə necə başa düşülür? Trigonometrik funksiyalar hamısı dövrüdür. Yəni sinusda, kosinusda, tangensdə, kotangensdə trigonometrik funksiyalar dövrü funksiyalardır. Bunlardan sinus x və kosinus x funksiyalarının ən kiçik müsbət dövrü 2pi-də, hətta burada yazım. Deməli, y bərabərdir sinus x və y bərabərdir kosinus x funksiyalarının ən kiçik müsbət dövrü t ilə işarə olunur və o 2pi-yə bərabərdir. Amma y bərabərdir tangens x və y bərabərdir kotangens x funksiyalarının ən kiçik müsbət dövrü t pi-yə bərabərdir. Bəzi funksiyaların təkcə sinus, kosinus, tangens, kotangens şəklində verilmir, axı müxtəlif versiyalarda verilir. Dövrü necə tapılacaq? Uşaqlar, bunun üçün xüsusi düstur qeyd eləyəcəm. İndi bu düstur vasitəsilə hər birinin dövrünü çox rahatlıqla tapa biləcəyik. Demək, dövrü tapılması üçün burada diqqətli olaq. Sinusun 2n plus 1, yəni tək dərəcəli qüvvətlərində kx üstə gəlinsin b içərisində bir funksiya verilib. Həmçinin kosinusun 2n plus 1 kx plus b tək dərəcəli qüvvətlərində, sinusun və kosinusun tək dərəcəli qüvvətlərində dövr, yəni t necə tapılır? 2pi-ni bölürük x-in əmsalına, yəni modulda k-ya. 2pi-ni bölürük modulda k-ya. Nümunə olaraq göstərim. Məsələn, sizə verilib ki, y bərabərdir 3 vurulsun sinus kubu 5x plus pi böl 3. Deyir ki, dövrünü tapın. Dövrü tapmaq üçün heç nəyə yox. Öncə sinusun dərəcəsinə baxıram. 3. Tək dərəcəlidir. Düsturum necə idi? 2pi böl k. K nə idi? X-in əmsalı. Deməli, bunun dövrü olacaq 2pi bölünsün. X-in əmsalı 5-dir. Başqa nə pi böl 3-ə baxıram, nə də buradakı qabaqdakı 3-ə baxıram. Bir dənə dərəcəyə baxıram ki, düsturumu müəyyənləşdirim. Bir də X-in əmsalına baxıram ki, cavabın nə olduğunu təxmin eləyim. Deməli, bu funksiyanın dövrü 2pi böl 3 şəklində hesablanacaq. Bu, sinusun və kosinusun tək dərəcəlilərində dövr bu şəkildə hesablanır. Amma sinusun cüt dərəcəli kx plus b, kosinusun da cüt dərəcəli kx plus b, amma tangensin
n yazıram. Yəni təki cütü fərqi yoxdur. Kotangensində n yazıram. Burada da təki cütü fərqi yoxdur. Uşaqlar, tangensi bəzən tc kimi yazıram və yaxud tan kimi də yazıla bilər. Siz testlərdə ancaq tan versiyası ilə rastlaşacaqsınız. Kotangensində COT versiyasına rastlaşacaqsınız. Prosta mənim əlim alışıb biraz belə yazmağa. Deməli, bu halların hamısında dövrü taparkən biz pi-ni böləcəyik k-ya. Modulda k-ya. Eyni şərt, sadəcə bircə dənə yadınızda saxlayın ki, sinusun və kosinusun tək dərəcəlilərində biz nə edirik? 2pi-ni bölürük k-ya, amma sinusun, kosinusun, tangensin, kotangensin, daha doğrusu sinusun, kosinusun cüt dərəcəlilərində, tangens, kotangensin istənilən dərəcələrində isə sadəcə pi-ni bölürük x-in əmsalına. Məsələn, belə bir nümunə misala baxaq. Bizə verilib belə bir funksiya. Deyir ki, y bərabərdir kosinus kvadratı pi böl 3x plus pi böl 8. Deyir ki, dövrü tapın. T bərabərdir. Dövrü tapmaq üçün əvvəla baxıram dərəcəyə. Cüt dərəcədir. Cüt dərəcə olanda nə edirdik? Pi-ni bölürdük. Pi-ni nəyə bölürdük? X-in əmsalına bölürdük. Pi-ni mən nəyə böləcəm? Pi böl 3-ə böləcəm. Pi-ni pi böl 3-ə böləndə də cavabım eləyir 3. Deməli, mənim dövrüm nə olacaq? 3 olacaq. Uşaqlar, belə bir şey də var. Cəm şəklində göstəriləndə dövr necə tapılır? Məsələn, bizə bir funksiya verilib. Y bərabərdir 6 sinus 3x plus pi böl 4 üstə gəlinsin tangens kvadratı 4x plus pi bölünsün 2. Deyir ki, bu funksiyanın dövrünü tapın. Nə edirik? Biz bu cəmdə iştirak edən toplananların ayrı-ayrılıqda dövrünü tapırıq. Dövrü, birinci sinusun dövrünü tapanda sinusun dərəcəsi təkdir. Tək dərəcə olanda 2pi-ni bölürdük x-in əmsalı olan 3-ə. Bu funksiya cüt dərəcədir. Tangensdə onsuz da fərqi yox idi. Bu t-ni isə bura t1 yazaq, bura t2 yazaq. Bu t-ni tapanda isə pi-ni bölürdük x-in əmsalı olan 4-ə. Cəm şəklində də axı, indi mən hansını götürəcəm? Uşaqlar, bu zaman hansısa birini götürmürük. Nə edirik? Əkop tapırıq. Əkop 2pi böl 3 ilə pi böl 4-ü tapırıq. 2pi böl 3 ilə pi böl 4-ün əkobunun tapılmasının ən rahat qaydası surətlərin əkobunu məxrəclərin əbobuna bölməkdir. Yəni, əkob 2pi ilə pi-nin əkobunu məxrəclərin, yəni əbob 3 ilə 4-ün əbobuna bölürük. 2pi ilə pi-nin əkobu eləyir 2pi. 3 ilə 4-ün əbobu eləyir 1. 2pi-ni də 1-ə böləndə 2pi. Deməli, bütöv verilən bu funksiyanın dövrü bizim də hesablamalarımıza görə 2pi-yə bərabər olacaq. Yəni, uşaqlar, buradan belə bir qeyd və ya nəticə çıxarda bilərik ki, dövrü funksiyaların cəminin, fərqinin, hasilinin və nisbətinin də dövrü olması üçün onların hər birinin dövrü rasional və yaxud da eyni ölçülü irrasional ədədlər olmalıdır. Deməli, bəzi bir neçə nümunə göstərəcəm. Çünki sual verilə bilir ki, aşağıdakı funksiyalardan hansı dövrüdür, hansı dövrü deyil. Uşaqlar, məsələn, y bərabərdir x vurulsun sinus x. Bu funksiya dövrü deyil. Sinus x funksiyası ayrılıqda dövrüdür, amma x dövrü deyil. Yaxud y bərabərdir x plus minus kosinus x. Bu funksiya dövrü deyil. Məsələn, y bərabərdir tangens. Tangensin altında x üstü n var. Bu funksiya dövrü deyil. Bunlar oldu bu funksiyaların dövrlüyünün tapılması. Daha sonra dedik ki, nədən danışacağıq? Funksiyaların artma və azalma aralıqlarından, yəni ümumiyyətlə artanlığından və yaxud azalan olmasından. Deməli, uşaqlar, bunu necə müəyyənləşdirə bilərik? Gəlin bunu sizə şəkillərlə göstərim. Belə bir əl yazısı hazırlamışdım. Trigonometrik funksiyaların xassələrindən danışılıb. Əslində bunlar haqqında mən kifayət qədər geniş izah verdim. Daha bunlara demirəm. Burada trigonometrik funksiyalardan sinus x funksiyasının deməli qrafiki çəkilib. Uşaqlar, gördüyünüz kimi sinus x funksiyası
bir xətti ilə mənfi bir xətti arasında qiymət alır. Yəni dedik ki, ən maksimum qiyməti 1, ən minimum qiyməti mənfi 1 olduğuna görə bunların arasından kənara çıxmır. İndi burada nə müəyyənləşdirəcəyik? Artanlıq və ya azalanlıq. Sıfırla, gəlin burada dövrləri qeyd edək. Baxın uşaqlar, bu 0 dərəcədir, bu 90 dərəcədir, 180 dərəcədir, 270 dərəcədir, belə dəyişir. Mənfi 90, mənfi 180, mənfi 270 və s. belə dəyişir. 0 ilə 90 dərəcənin arası. 0 ilə 90 dərəcənin arası biz dedik ki, birinci rübdür. 90 dərəcə ilə 180 dərəcənin arası ikinci rübdür. 180 dərəcə ilə 270 dərəcənin arası 3-cü rübdür. 270 dərəcə ilə də 360 dərəcənin arası 4-cü rübdür. Bura diqqət eləsək görərik ki, uşaqlar, deməli, birinci rübdə funksiya üzü yuxarı istiqamətlənib. Üzü yuxarı nə deməkdir? Yəni, bu funksiya birinci rübdə artandır. İkinci rübə gələndə isə üzü aşağı istiqamətlənib. Funksiya olur azalan, azalan, azalan. Gəlir həmçinin üçüncü rübdə də azalan olur. Üçüncü rübdə azaldı, azaldı. Ən minimum mənfi bir nöqtəsinə çatdı. Ondan sonra yenə başladı dördüncü rübdə, yenə də üzü yuxarı istiqamətlənib artmağa. Deməli, uşaqlar, sinus x funksiyası belə qənaətə gəlirik ki, birinci və dördüncü rübdə artandı. İkinci və üçüncü rübdə isə azalan funksiya hesab olunacaq. Digər funksiyaların qrafiklərini də bunu görə bilərik. Amma öncəlik sinus x funksiyasının qrafikini biraz araşdıraq. Uşaqlar, funksiyanın qrafiki necə qurulur? Funksiyanın qrafikinə deyirlər, bu əyriyə deyirlər sinusoid əyrisi. Sinusoid əyrisini qurmaq üçün əvvəlcə məhdudluq xəttini qeyd edirik. Yəni, mənfi 1 ilə 1-in aralığında dəyişir və daha sonra dərəcələr qeyd olunur. Hər 90 dərəcədən 1, 0, 90, 180 və s. Daha sonra baxırıq 0 dərəcədə 0 alır. 90 dərəcədə 1 alır sinus. 180 dərəcədə 0 alır. 270 dərəcədə mənfi 1 alır. Burada da eləcə də mənfi 90 dərəcədə mənfi 1 alır. Daha doğrusu, sonra 180 dərəcədə 0 alır. Mənfi 270 dərəcədə müsbət 1 alır və s. Bu nöqtələri qeyd etdikdən sonra isə nöqtələri birləşdirdikdə biz sinusoid əyrisini alırıq. Sinusoid əyrisinin kosinusoid əyrisindən fərqi odur ki, sinusoid əyrisi məxrəcdən keçir. Yəni, sinusa 0, x-a 0 verəndə y-də 0 qiymətini alır. İndi kosinusoid əyrisinə diqqət eləsəz, sinusdan fərqli olaraq 0-dan, yəni koordinat başlanğıcından keçmir. Əksinə, x-a 0 verəndə funksiya 1 qiymətini alır və burada da indi rüblər üzərinə bölərsək, 0 ilə 90 dərəcənin arası birinci rübdür, 90 dərəcə ilə 180 dərəcənin arası ikinci rübdür, 180 ilə 270-in üçüncü rübdür, 270 ilə də 360-ın, yəni bu hissənin arası dördüncü rübdür. Artmanı, azalmanı yenə də buradan çox rahatlıqla görə bilərik. Birinci rübdə görürük ki, azaldı, azaldı, azaldı. İkinci rübdə də eyni şəkildə azaldı. Üçüncü rübdə artıq funksiya artmağa başlayır. Ta dördüncü rübdə də həmçinin davam eləyir bu artmaq üzü yuxarı şəkildə. Yəni, gördüyünüz kimi kosinus funksiyası birinci və ikinci rübdə azalan, üçüncü və dördüncü rübdə isə artan funksiya hesab olunacaq. Burada ona aid sual nümunələri var idi, səhv eləmirəmsə. Baxaq. İndi rastıma çıxmadı, amma suallara baxanda görərik. Tangens x funksiyasının qrafiki. Uşaqlar, tangenslə kotangens x funksiyasının qrafiki sinus kosinusdan fərqlənir. Tangens x funksiyasının qrafikinin məhdudluq xətti isə biz demişdik ki, tangensin təyin oblastı nədir? Mənfi pi bölü 2 ilə müsbət pi bölü 2-nin arası. Ona görə də mənfi pi bölü 2 ilə müsbət pi bölü 2-nin arasında məhdudlaşırıq və dövr eləyir. Mənfi pi bölü 2-nin pi qədər dövrü, yəni 90 dərəcənin üstünə 1 pi qədər gələndə, yəni mənfi 90-ın üzərinə 1 mənfi 180 qədər gələndə mənfi 270, 90-ın üstünə 180 gələndə 270 bu aralıqlarda qiymət alır. Və mənfi pi bölü 2 ilə pi bölü 2-nin aralığını dəyərləndirsək, 0 ilə pi bölü 2-nin aralığı, uşaqlar, 0 pi bölü 2-nin aralığı. Baxın, üzü yuxarı istiqamətlənib. Üzü yuxarı. Həmişə, uşaqlar, deyirik ki, tangens x funksiyası həmişə artandır. Biz həmişə funksiyanın artanlığını və azalanlığını soldan sağa doğru qiymətləndiririk. Baxın, pi bölü 2 ilə
3 pi bölü 2'nin aralığını yenə həmişə artandır. Soldan sağa doğru, soldan sağa. Həmişə artır. Biz bu funksiyanı deyə bilmərik ki, hansı aralıqda artır, hansı aralıqda azalır. Yəni həmişə artan funksiyadır. Eyni qaydada kotangens x funksiyası da həmişə azalan funksiyadır. Gördüyünüz kimi soldan sağa doğru həmişə azalma istiqamətində gəlir. Həmişə azalma. Kotangens x funksiyasının qrafikini quranda isə onun məhdudluq xətti 0 yox, daha doğrusu estağfurullah, mənfi pi ilə müsbət pi-nin aralığında, yaxud 0 ilə pi-nin aralığında deyə bilərik. 0 ilə pi-nin aralığında onun qrafikini qururuq. Funksiyaların dövrü haqqında da burada danışmışam. Demək, belə. İndi qaydırıq əvvəlki hissəmizə. Davam edirik. Bəzi trigonometrik funksiyaların qiymətlər oblastının tapılması. Bəzi nümunələrdə bunu göstərəcəm. Məsələn, bizə funksiya verib y bərabərdir sinus kvadratı x funksiyası və yaxud y bərabərdir modulda sinus x funksiyası. Deyir ki, bu funksiyanın qiymətlər oblastını tapın. Uşaqlar, bu funksiyanın qiymətlər oblastı necə tapılacaq? Biz dedik ki, sinus funksiyasının qiymətlər oblastı mənfi 1 ilə 1-in aralığındadır. Amma kvadrat olanda və modul olanda mənfi hissəni tullayırıq. Çünki mənfi qiymət almır axı. Ona görə məhdudluğumuzu 0-dan qoyuruq. 0-dan gəlir 1-ə qədər. Yəni kvadratik sinus, modulda sinus funksiyalarının qiymətlər oblastı 0-1 aralığında dəyişəcək. Eyni qayda ilə y bərabərdir kosinus kvadratı x, yaxud y bərabərdir modulda kosinus x funksiyaları da eyni şəkildə bunların da qiymətlər oblastı dəyişəcək 0-1 aralığında olacaq. Daha sonra məsələn başqa bir versiyada verilib. Tutalım ki, verilib bizə y bərabərdir a vurulsun sinus 2n plus 1x plus c. Məsələn, belə bir funksiya verilib bizə. Bu funksiyanın qiymətlər oblastını tapmaq üçün nə edəcəyik? Baxın, fikir verin. Sinus tək dərəcəlidir. Yəni, sadə sinus x-dir, düzdürmü? Və sadə sinus x-dırsa, bunun qiymətlər oblastı mənfi 1 və 1 aralığında dəyişir. Verilmiş bu funksiyanın qiymətlər oblastını tapmaq üçün isə biz bir dəfə yerinə mənfi 1 qoyacaq. Yəni, olacaq a vurulsun mənfi 1 üzəri gəlinsin c, bir də a vurulsun 1 üzəri gəlinsin c. Bax, bu iki ədəd arasında dəyişəcək qiymətlər oblastı. Yəni, necə? Məsələn, bizə bir funksiya verib, y bərabərdir 5 dənə sinus x plus 2. Belə bir funksiya verib, deyir, bu funksiyanın qiymətlər oblastını tapın. Mən sinus x funksiyasını götürürəm ki, bunun qiymətlər oblastı 0, mənfi 1, 1 aralığında dəyişir. Deməli, mənfi 1 aralığında dəyişən qiyməti mən 5-ə vurub üzərinə 2 gələcəm. 5-ə vuranda, mənfi 1-i 5-ə vuranda mənfi 5, üzərinə 2 gələndə eləyəcək mənfi 3, 1-i 5-ə vuranda 5, üzərinə 2 gələndə eləyəcək 7. Yəni, verilmiş bu funksiyanın qiymətlər oblastı olacaq mənfi 3, 7 aralığında. Kosinus x da bu şəkildə hesablanır. Daha sonra sinus və kosinüsə aid bir əsas bir funksiyamız var ki, bu da tez-tez qarşıya çıxan funksiyalardan biridir ki, onun qiymətlər oblastı necə tapılır? Y bərabərdir a vurulsun sinus x, üzəri gəlinsin b vurulsun kosinus x funksiyası. Uşaqlar, a sinus x, b kosinus x funksiyasının qiymətlər oblastı düsturu var konkret bunun. Deməli, bunun düsturu mənfi kök altında a kvadrat üstə gəl b kvadrat kvadratdan müsbət kök altında a kvadrat plus b kvadrata qədər dəyişəcək. Məsələn, nümunə olaraq göstərim. Tutalım ki, bizə funksiya verilib, y bərabərdir 3 sinus x plus 4 kosinus x. Deyir ki, bu funksiyanın qiymətlər oblastını tapın. Bu funksiyanın qiymətlər oblastını tapmaqdan ötürü düsturumdan istifadə edəcəm, yenə də qeyd etdiyim kimi. Və bu arada burada sinusun argumenti kosinusun argumenti ilə eynidirsə, məsələn, burada da 2x, burada da 2x, yenə heç bir şey dəyişmir. Düstur düsturluğunda qalır. Əvvəlcə kök altında 3-ün kvadratı üzəri gəlinsin 4-ün kvadratını tapım. Bu eləyir 9 plus 16, yəni 5 elədi. 5 elədisə, deməli bu funksiyamızın qiymətlər oblastı düşəcək mənfi 5 və
müsbət 5 aralığını. Bu da olacaq bizim verilmiş funksiyamızın qiymətlər oblasti. Yəni belə bir funksiya qarşınıza çıxdısa, qiymətlər oblasti soruşulursa, bu düstur yadımıza düşməlidir. Bu oldu belə. Daha sonra biz nəydən danışacağıq? Trigonometrik funksiyaların dövrü haqqında danışdıq. Aha, gəlirik artıq düsturlara. Çevirmə düsturları. Qeyd edirəm. Çevirmə düsturları. Çevirmə düsturları. Çevirmə düsturları. Çevirmə düsturları haqqında əsas qaydamız nə olacaq? Deməli, uşaqlar, çevirmə düsturlarımızdan birincisi pi plus minus alfa. 2pi plus minus alfa. Bucaqları üçün, yəni p'nin tam misilləri. P'nin tam misillərində funksiyanın adı dəyişməyəcək. Baxın, diqqət edin, funksiyanın adı dəyişməyəcək. Nə demək olduğunu indi izah eləyəcəm. Sadəcə burada bilirik ki, ad dəyişmir. Ad dəyişmir. Amma pi böl 2 plus minus alfa. 3pi böl 2 plus minus alfa, yəni pi böl 2'nin tək misilləri. Baxın, pi böl 2'nin tək misillərində isə ad dəyişir. Nə deməkdir ad dəyişir, nə deməkdir ad dəyişmir? Ad dəyişir, yəni oxşarı ilə əvəz olunur. Yəni sinus kosinusla əvəz olunur, tangens kotangenslə əvəz olunur. Bunu necə müəyyənləşdirmək olur? Məsələn, bizə belə bir funksiya verilib. Deyir ki, sinus pi böl 2 plus alfa. Baxın, pi böl 2 nədir? Pi böl 2'nin tək misli, bir misli. Deməli, sinus adını dəyişir, çevrilir olur kosinus alfa. Sonra kosinus 2pi minus alfa. 2pi nədir? Pi'nin tam misli. Deməli, neynir? Adını dəyişmir, çevrilir olur kosinus alfa. Bəs yaxşı uşaqlar, bu qədərlə, yəni çevirmə düsturlarını bu qədərlə bilmək kifayətdirmi? Xeyr, təbii ki də. Necə eləyəcəyik? Bunu bəzi nümunələrlə sizə çox qəşəng bir şəkildə göstərəcəm. Həm də adının dəyişib dəyişmədiyini bildiksə, işarənin dəyişib dəyişmədiyinə də diqqət eləmək lazımdır. Məsələn, bizə verilib ki, sinus 135 dərəcə. Mən sinus 135 dərəcənin qiymətini bilmirəm. Amma nə edirəm? 135 dərəcəyə yaxın olan pi'nin misilləri və yaxud pi böl 2'nin tək misilləri ilə əvəz edirəm. Necə? 135 dərəcə pi'nin misli olan 180 dərəcəyə yaxındır. Yaxud da ki 90 dərəcəyə yaxındır. Bunu iki formada göstərə bilərəm mən. Sinus 135 dərəcənin yerinə yazıram. 180 dərəcə çıxılsın 45 dərəcə. 180 dərəcəni yazmışamsa 45 dərəcəni çıxmalıyam ki 135 dərəcəni versin. 180 dərəcə pi'nin tam mislidir deyə sinus adını dəyişmir. Olur elə sinus 45 dərəcə. Sinus 45 bəs müsbətmi olur yoxsa mənfimi? Bunu müəyyənləşdirmək üçün baxıram yazdığım istiqamətə. 180 dərəcə çıxılsın 45. Baxıram ki 180 dərəcə hardadır? 180 dərəcə buradadır. 45 dərəcəni çıxıramsa geri qayıdıram. Geri qayıdıramsa düşürəm ikinci rübə. İkinci rübə düşürəmsə, ikinci rübə sinus müsbətsə, deməli qarşıda elə müsbət olaraq qalacaq. Məsələn, mən bunu başqa bir versiyayla tutalım ki, yazmaq istəyirəm kosinus 300 dərəcənin neçə aldığını. Kosinus 300 dərəcə. Yazıram ki, kosinus 300 dərəcənin yerinə yazıram. 360 dərəcə çıxılsın 60 dərəcə. 360 dərəcə pi'nin 2 mislidir. Tam mislidir. Yəni adını dəyişmir. Olur elə kosinus 60 dərəcə. Adının dəyişib dəyişmədiyini buradakı qiymətə nəzərən müəyyənləşdiririk. Daha sonra buradakı qiyməti tullayırıq, yazırıq 60 dərəcə. Bəs işarəsi necədir? İşarəsini müəyyənləşdirmək üçünsə 360 dərəcə hardadır? Buradadır. 360 dərəcədən 60 dərəcəni çıxırıq. Normalda 60 dərəcə çıxmaq, yəni qabağa getmək, toplamaq bu istiqamətdə gəlir. Üzü belə istiqamətində. Amma çıxırıqsa geriyə qaydırıq. Geriyə qaydırıqsa, geriyə qaydanda düşürük 4-cü rübə. 4-cü rübdə kosinus müsbətdir. Deməli, qarşıda müsbət olaraq da qalacaq. Məsələn, başqa bir nümunə göstərim. Tutalım ki, yazıram ki, sinus
315 dərəcənin qiymətini tapmaq istəyirəm. Yazıram ki, sinus, bu arada bunu mən 360 dərəcə çıxılsın 45 dərəcə kimi də yaza bilərəm. Sinus 270 dərəcə üstə gəlinsin 45 dərəcə kimi də yaza bilərəm. Bəs deyirsiniz, ay müəllim, hardan bilim mən 360, 270, bunlar mənim hardan ağlıma gəlsin? Həmişə uşaqlar 90-ın misillərini düşünün. Yəni, mən verilmiş dərəcəni nə ilə əlaqələndirirəm? 90-dan, 180-dən, 270-dən, 360-dan 90-ın misilləri ilə əlaqələndirirəm. Əgər 90-ın tək misilləri olarsa, o zaman adını dəyişəcək. 180-in tam misilləri olarsa, adını dəyişməyəcək. 360 180-in 2 qatıdır. Ona görə biz adımızı dəyişmirik. Elə olur sinus 45 dərəcə, sinus 45 dərəcə. İndi işarəsinə baxırıq. Bu arada sinus 270 plus 45 olanda isə 270 dərəcə 90-ın tək mislidir. Ona görə adını dəyişəcək. Olacaq kosinus 45 dərəcə. Gördüyünüz kimi sinus 45 dərəcə ilə kosinus 45 dərəcə onsuz da eyni qiyməti alır. Yəni mən sinus 135 dərəcəni tapanda bunun ikisi kimi də yaza bilərəm. Bəs yaxşı işarə. 360 dərəcə düşür bura. 360 dərəcədən 45 dərəcə çıxıram, geriyə gedirəm. Gəlir düşür 4-cü rübə. 4-cü rübdə sinus mənfidir. Deməli burada mənfi olacaq. Yaxud buradan müəyyənləşdirirəm. 270 dərəcə hardadır? 3-cü rübdə. Üzərinə 45 gəlirəm. Üzərinə 45 gəlmək hansı istiqamətdədir? Yuxarı, sağ, yuxarı istiqamətdə. Bu bir istiqamətə gəlirəm. Yenə gəldi düşdü 4-cü rübə. Deməli 4-cü rübdədəki sinus mənfi olduğuna görə yenə mən bura mənfi yazacağam. Və uşaqlar, çevirmə düsturlarında çevriləndən sonrakı trigonometrik funksiyanın qiymətinə baxmırıq. Əvvəlki trigonometrik funksiyaya baxırıq. İşarə əvvəlki ilə təyin olunur, sonrakı ilə yox. Burada diqqət etmək lazımdır. Bu da oldu trigonometrik funksiyalara aid çevirmə düsturları. Daha sonra çevirmə düsturlarından sonra gələn əsas hissə artıq konkret əzbər hissədir. Yəni, nədir əzbər hissə? Əsas trigonometrik eyniliklər, iki qatbucaq, yarım arqument düsturları və s. konkret əzbərlik hissələrdir. Amma mən bugün sizə əsas trigonometrik funksiyalar haqqında da məlumat verəcəm. Əsas trigonometrik eyniliklər, daha doğrusu, əsas trigonometrik eyniliklər. Bizim birinci və əsas trigonometrik eyniliyimiz sinus kvadratı alfa üzərinə gəlinsin kosinus kvadratı alfa bərabərdir 1. Trigonometriyanı bunsuz təsəvvür etmək olmaz. Sinus kvadratı alfa plus kosinus kvadratı alfanın cəmi 1-ə bərabərdir. Buradan əlavə köməkçi düsturlar çıxır. Deməli, mən burada sinus kvadratı alfanı tapmaq istəyirəmsə, 1-dən kosinus kvadratı alfanı çıxmalıyam. Yaxud da kosinus kvadratı alfanı tapmaq istəyirəmsə, 1-dən sinus kvadratı alfanı çıxmalıyam. Digər əsas trigonometrik eyniliklərimizdən ikincisi tangens alfa uşaqlar sinus alfanın kosinus alfaya nisbətidir. Kotangens alfa isə kosinus alfanın sinus alfaya olan nisbətidir. Daha sonra tangens alfanı əsas düsturlarımızdan digəri tangens alfanı kotangens alfaya vuranda 1 eləyir. Bu da aydın açıq görünür ki, bu ifadə ilə bu ifadə bir-birinin tərsidir. İki tərsədədir bir-birinə vursaq cavabımız 1 eləyəcək. Dördüncü düsturumuz nədir? 1 plus tangens kvadratı alfa bərabərdir 1 bölü kosinus kvadratı alfa 1 plus kotangens kvadratı alfa bərabərdir 1 bölünsün sinus kvadratı alfa şəklində olacaq. Deməli, bunlar olur bizim əsas trigonometrik eyniliklərimiz. Əsas trigonometrik eyniliklərdə burada qeyd elədiyim bütün düsturları siz əzbər şəkildə yadınızda saxlamalısınız ki, misallara tətbiq etməyi bacarasınız. Daha sonra trigonometriyada üçbucaq qaydası var. Üçbucaq qaydası nədir və necə tətbiq olunur? Uşaqlar, alfa, hər hansı bir alfa iti bucağı üçün tutaq ki, bizə tangens alfanın qiyməti verilib 3 bölünsün 4. Və bu qiymətə əsasən, yəni verilən bu qiymətə əsasən mən sinusu, kosinusu və kotangensin qiymətini tapmaq istəyirəm. Dərəcəni bilmirəm axı. Əgər alfanın dərəcə ölçüsünü bilsəydim, o zaman deyərdim ki, sinus həmin dərəcədə bu qiyməti alır. Dərəcəni bilmirəm. O zaman üçbucaq qaydasından istifadə edirəm. Nədir bu üçbucaq qaydası?
Alfa bucağını qeyd elədim burada. Burası 90 dərəcə. Tangens alfa 3/4 şəklindədirsə, o zaman alfa qarşıdakı katetin, ya daha doğrusu alfanın qarşısındakı katetin bitişik katete nisbətidir. Axı tangens. Deməli, alfanın qarşısındakı katet 3, bitişik kateti isə 4-dür. Pifaqora əsasən hipotenuzumun da 5 olduğunu tapıram. Aha, bundan sonra dəymə mənim keyfimə. Deməli, sinus alfanı tapmaq üçün qaydanı yadıma salıram. Qarşıdakı katetin hipotenuza nisbəti, yəni 3/5, bitişik katetin hipotenuza nisbəti kosinus olur. Kosinus alfa bərabərdir 4/5. Kotangens alfadakı qarşıdakı katetin bitişik katete olan nisbəti olur. Yəni 3/4. Belə. Bu da oldu trigonometrik funksiyalar haqqında qaydalar. Mənim qeyd etmədiyim sadəcə trigonometrik funksiyaların toplama düsturları oldu. 2 qat arqument, yarım arqument düsturları oldu. Artıq bunlar da ikinci hissədə olar.